Azərbaycan teatrı bir məktəb kimi xalqımızın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayır. Teatr və kino sahəsində öz dəsti xətti olan aktyorlarımız isə bir dəyərdir. Fərqli obrazlarla tamaşaçıların qarşısına çıxaraq, onların ruhuna toxunaraq sevgilərini qazanırlar. Bu karvanda bir çoxları ömrünü başa vurur, həmin sıra yeni nəsillərlə artır. Uzun illərini bu sənətə həsr edən aktyorlarımız var ki, indi də vəzifəsini layiqincə icra edirlər. Azərbaycan dövləti də peşəkarlara, sənətkarlara hər zaman qiymət verir. Fəaliyyətə başladığı ilk zamanlardan Akademik Milli Dram Teatrında savadlı, peşəkar aktyor heyəti çoxlu tamaşalarla insanların qarşısına çıxır. Təəssüflər olsun ki, hazırda həmin teatrda heç də ürək açan olmayan problemlər yaşanır. Günlərdir əməkdar artist Mehriban Xanlarova ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında xoşagəlməz hallar baş verir və münaqişə daha da böyüyür. Qalmaqal isə yaxın aylarda səhnəyə qoyulacaq baş tamaşası ilə əlaqədardır. Belə ki, Elçinin romanı əsasında səhnələşdirilən eyni adlı tamaşaya Yuğ Dövlət Dram Teatrının aktrisası Günəş Tegin dəvət olunub. O, Akademik Milli Dram Teatrında Ağabəyim Ağa obrazı ilə səhnəyə çıxacaq. Mehriban Xanlarova tamaşalara başqa teatrlardan aktyor, aktrisa gətirilməsinə etiraz edib, teatrda çalışan kifayət qədər istedadlı gənc aktyor və aktrisaların olduğunu deyib. Məsələyə dair müxtəlif media qurumlarına açıqlamalar verməyə davam edir. Problemi araşdırmaq üçün biz də əməkdar artistlə əlaqə saxladıq. Aktrisa Missiya TV-yə müsahibəsində hazırda tək başına mübarizə apardığını, lakin səhnə arxasında bütün kollektivin ona dəstək verdiyini vurğulayıb. Onların bu dəstəyi mənim üçün dəyərlidir, amma təəssüf ki, məsələ ictimaiyyət qarşısında açıq mövqe bildirməyə gələndə hamı birdən yoxa çıxır. Onları da qınamıram, çünki qarşıdan may ayında prezident mükafatlarının təqdimatı gəlir. Çoxları qorxur ki, əgər açıq şəkildə mənim yanımda olsalar, adları siyahıdan çıxarıla bilər. Bu qorxu onları susmağa vadar edir. Halbuki həqiqətin yanında olmaq, ədaləti müdafiə etmək hər şeydən vacibdir. Ancaq təəssüf ki, bəzi insanlar şəxsi maraqlarını prinsiplərindən üstün tuturlar. Mehriban Ələkbərzadənin teatrdakı fəaliyyəti və idarəçiliyi ilə bağlı edilən haqsızlığa göz yummaq və susmaq sənətə və teatrın müqəddəsliyinə xəyanət olar deyə sənətçi əlavə edib. Zərintac Mayıs qızı Heydər Həsənli, Missiya TV.